nəinki bu xəstəliklər ürəyi, həmçinin də ürəyin ətrafındakı damarları da tuturlar. Çünki əslində revmatik xəstəliklərdən danışırıqsa, burada bədəndə gedən ümumi iltihabdan danışmaq lazımdır. Bu, bütün bədənin iltihabı reaksiyasıdır və bu iltihabı reaksiya aqressivləşmiş immun sistem insanın müxtəlif toxumalarına, oynaqlarına, əzələlərinə, həmçinin də damarlarına və ürəyinə təsir göstərir. Və bu təsir nəticəsində də həm ürəyin müxtəlif qatlarının iltihabı, istər daxili, orta və yaxud da xarici qat olsun, həmçinin də bundan əlavə ürəyi qidalandıran damarların iltihabı, ürəyi qidalandıran damarlarda damar sərtliyi, damar daralması, ateroskleroz dediyimiz damar tutulması və nəticələnən proseslərə səbəb ola bilirlər. Və bunlar da özünü təbii ki, şəxslərdə müxtəlif ürək çatışmazlığı, infarkt və yaxud da fibrozlaşma, yəni ürək toxumasının funksiyasını artıq itirməsi, strukturunun dəyişməsi, belə deyək ki,